Salam, bugün mən sizə coğrafiya test toplusu 1-ci hissə 2025-ci il səhifə demək 153-dəki məsələlərin izahını verəcəyəm və digər məsələlərin izahını 1-ci hissədəki bütün məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həmən video dərslərə baxa bilərsiniz. Bugünkü mövzumuz atmosferdə su və yağıntıların paylanması bölməsindəndir. Mütləq rütubətlik, nisbi rütubətlik, demək su buxarı miqdarının müxtəlif temperaturlarda 1 kub metr havanın demək doyması üçün tələb olunan su buxarı miqdarları ilə, yəni məsələ həllərində bizə lazım olacaqdır bu qramları bilmək. Və baxaq görək ki, mütləq rütubətlik nəyə deyilir, nisbi rütubətlik nəyə deyilir? Mütləq rütubətlik 1 kub metr havada olan su buxarının faktiki miqdarıdır və qramlarla ölçülür. İfadə olunur. Nisbi rütubətlik isə müəyyən temperaturda faktiki su buxarının həmən temperaturda havanın doyması üçün tələb olunan miqdarına nisbətinin faizlə ifadəsidir. Əgər nisbi rütubətlik 30%-ə qədərdirsə, hava demək quru havadır, quru hava sayılır. 30%, 60%-ə qədər olan hava normal hava və 60%-dən çox olan isə ifrat rütubətlik sayılır. Bir də hava su buxarı ilə doymuş və doymamış ola bilir. Müəyyən temperaturda 1 kub metr havanın tərkibində mümkün ola biləcək qədər su buxarı varsa, belə hava doymuş hava hesab olunur. Yox, əgər su buxarının miqdarı mümkün ola biləcək miqdardan az olarsa, belə hava doymamış hava hesab olunur. Və məsələ həllərinə fikir verək, sonra yenə də qeydlər edəcəyik. Bakıda havanın temperaturu 30 dərəcə Selsi, nisbi rütubətlik isə 80%-dir. 1 kub metr havanın doyması üçün 30 qram su buxarının tələb olmasını nəzərə alaraq mütləq rütubətli müəyyən edin. Baxın, yenə də buradakı kimi demək misal üçün 0 dərəcə Selsidə 5 qram su buxarı, yəni 1 kub metr havanın doyma həddi 5 qram su buxarıdır. 30 dərəcə Selsidə doyma həddi 30 qramdır. Və s. Yəni bunları bilmək lazımdır. Bu rəqəmləri bilmək lazımdır ki, məsələmizi həll edə bilək. Və əgər 30 qramı 100% qəbul ediriksə və nisbi rütubətliyimiz 80%-dirsə, deməli bizim faktiki su buxarımız, yəni mütləq rütubətlik 24 qramdır. Yəni havada olan faktiki su buxarı 24 qramdır. Məsələ 24-ə baxaq, 124-ə baxaq. 0 dərəcə Selsi temperaturda nisbi rütubətliyi 20% olan havanın tam doyması üçün çatışmayan su buxarını müəyyən edin qramla. 0 dərəcə Selsi temperaturda 1 kub metr havanın 5 qram su tutur. Yəni hava 5 qram su tutur. Demək 0 dərəcə Selsidə bayaq qeyd etdik. Doyma həddi 5 qramdır. Və ona görə də 5 qramı 100% qəbul edirik. Nisbi rütubətlik 20%-dir. Faktiki su buxarımız demək 1 qramdır. Çatışmayanı istəyirsə 5 qramdan 1 qram çıxıb çatışmayan su buxarını demək yəni 1 qram demək 5 qramdan 1 qram çıxıb tapırıq 4 qram. Yəni 1 kub metr havadakı çatışmayan, yəni 0 dərəcə Selsi temperaturda çatışmayan su buxarının miqdarını tapmış oluruq. Məsələ 128-ə baxaq. Məsələ 125-də illik temperatur amplitudunu müəyyən edin. Keçən video dərslərdə qeyd etmişdim. İllik temperatur amplitudu nəyə deyilir? İllik temperatur amplitudu
Demək, burada orta illik temperatur, orta aylıq temperaturların cəmi il vahidinə nisbətidir. Amplitudda isə demək, maksimum il ərzində maksimum və minimum temperaturların fərqidir. Demək, burada maksimum və minimum temperatur il ərzində müsbət demək 12 dərəcə Selsi, maksimum temperatur 12 dərəcə Selsi, minimum temperatur isə 0 dərəcə Selsidir. Onlar arasındakı fərq 12 dərəcə Selsi edər. Və amplitudu soruşur. Amplitud A variantında düzgün verilmişdir. 12 dərəcə Selsi. Müsbət, daha doğrusu məsələ 128-ə baxaq. London aeroportunda okean səviyyəsindən demək, havanın temperaturu müsbət 10 dərəcə Selsidir. Həmin aeroportda 5000 metr hündürlükdə havanın temperaturunu müəyyən edir. Əgər mütləq dəniz okean səviyyəsindən deyirsə, biz bilirik ki, mütləq rütubətlik, mütləq hündürlük, daha doğrusu, keçən video dərslərdə də qeyd etmişdim. Mütləq hündürlük okean səviyyəsinə hesablanır, dəniz səviyyəsinə hesablanır və demək, burada qeyd olunur, hündürlük, mütləq hündürlük okean səviyyəsindən hesablanır. Plan və xəritələrdə verilmiş hündürlüklər relyefin mütləq hündürlüklərini göstərir. Mütləq hündürlük barometr vasitəsilə təyin edilir və Azərbaycan ərazisində mütləq hündürlük Baltik dənizindən, Avropa ölkələri isə şimal və ya Aralıq dəniz səviyyəsinə əsasən təyin edilir. Çünki mütləq hündürlük demək, Xəzər dəniz səviyyəsindən hesablamaq olmaz. Çünki Xəzər dənizi okean səviyyəsindən aşağıda yerləşir. Və okean səviyyəsi deyirsə, deməli biz 0 metr qəbul edirik. 5000 metrindən çıxırıq. 0 metri tapırıq. Mütləq yüksəkliyi olur 5000 metr, yəni hündürlük fərqi 5000 metrdir. Hündürlük fərqindən biz temperatur fərqini tapırıq. Dağın ətəyindən zirvəsinə doğru getdikcə 1000 metr, yəni dağın ətəyindən zirvəsinə doğru 1000 metr qalxdıqca temperatur 6 dərəcə Selsi aşağı düşürsə, 5000 metrdə x, buradan tapırıq 30 dərəcə Selsi. Deməli, bizim temperatur fərqimiz 30 dərəcə Selsidir və London aeroportunda okean səviyyəsində havanın temperaturu 10 dərəcə Selsidir. Temperatur fərqi də 30 dərəcə Selsidir. Və dağın zirvəsinə doğru qalxırıqsa, demək, temperatur aşağı düşəcəkdir. Temperatur fərqi 30 dərəcə Selsidirsə, 5000 metr hündürlükdə temperatur mənfi 20 dərəcə Selsi olar. Məsələ 132-yə baxaq. A və B nöqtələri arasında, məntəqələri arasında hündürlük fərqi 4 kilometrdir. Demək ki, A məntəqəsi demək, dağın ətəyində yerləşir, B məntəqəsi zirvəsində yerləşir və temperatur A məntəqəsində 32 dərəcə Selsidir. Əgər 32 dərəcə Selsidirsə və hündürlük fərqi 4 kilometrdirsə, biz 4 kilometri metrə çeviririk. 1 kilometrimiz 1000 metr, 4 kilometr x. Buradan tapırıq 4000 metr. Demək, bizim hündürlük fərqimiz A və B məntəqələri arasında hündürlük fərqi 4000 metrdir. Hündürlük fərqi 4000 metrdirsə, temperatur fərqini tapırıq. Temperatur fərqini tapırıq 24 dərəcə Selsi. Əgər A məntəqəsində 32 dərəcə Selsidirsə, B məntəqəsində və temperatur fərqi 24 dərəcə Selsidirsə, B məntəqəsində 8 dərəcə Selsi olar. Çünki dağın ətəyindən zirvəsinə doğru qalxdıqca temperatur aşağı düşür. Və sonra qeyd edir ki, B məntəqəsində havanın temperaturu tapdıq 8 dərəcə Selsi müsbət və məntəqələr arasındakı atmosfer təzyiqi fərqini tapırıq. Atmosfer təzyiqi fərqini də tapmaq üçün keçən video dərslərdə də qeyd etmişdik. Hər 1000 metr dağın ətəyindən zirvəsinə doğru qalxdıqca təzyiq 100 mm aşağı düşür. 4000 metr x, buradan tapırıq 400 mm civə sütunu. Yəni təzyiq fərqi 400 mm
C və sonuna bərabər olar. Məsələ 147-yə baxaq. A, B, C məntəqələrinin mütləq hündürlüklərini müqayisə edin. A və B məntəqələri arasındakı atmosfer təzyiqi fərqini müəyyən edin. A məntəqəsi yerləşir 150 metr hündürlükdə. B məntəqəsi isə demək 150 metr. B məntəqəsi ilə A məntəqəsi arasında fikir verək. 1, 2, 3. 3 dənə kəsmə yüksəkliyi vardır. Və əgər fikir verək, birinci horizontal 0 metr, A məntəqəsinin yerləşdiyi horizontal 150 metr. Deməli, kəsmə yüksəklik 150 metrdirsə, biz A və B məntəqəsi arasında kəsmə yüksəkliklərinin sayına baxırıq. 1, 2, 3. 3 dənə kəsmə yüksəkliyi var. Ona görə də 150 metri 3-ə vururuq. Tapırıq hündürlük fərqi. B məntəqəsi ilə A məntəqəsi arasında hündürlük fərqi 450 metrdir. Və A məntəqəsi 150 metr hündürlükdə yerləşirsə, A məntəqəsinin üzərinə, yəni 150 metrin üzərinə 450 metri gəlirik. Tapırıq B məntəqəsinin hündürlüyü. Çünki berg ştrixlərə həmişə fikir vermək lazımdır. Berg ştrixlər çölə tərəf çəkilmişdir, deməli yüksəklikdir. Ona görə də B məntəqəsinin hündürlüyü olur 600 metr. C məntəqəsinin hündürlüyü isə yenə də eyni qaydada A məntəqəsi ilə C məntəqəsi arasında 3 dənə kəsmə yüksəkliyi vardır. 1, 2, 3. 3 dənə kəsmə yüksəkliyi vardır. Yenə də 150 metri 3-ə vururuq. 450 metr. 150 metrin üzərinə 450 metri gəlib tapırıq 600 metr. Deməli, C məntəqəsi də 600 metr hündürlükdə yerləşir. B məntəqəsi ilə C məntəqəsinin hündürlükləri bərabərdir. A məntəqəsi isə 150 metr hündürlükdə yerləşir. Deməli, B məntəqəsi ilə C məntəqəsinin hündürlüyü bərabərdir və A məntəqəsinin hündürlüyü hər iki məntəqədən kiçikdir. Və bu cür işarələnir. Sonra bizə qeyd edir ki, A və B məntəqələri arasında atmosfer təzyiqi fərqini tapaq. A və B məntəqəsinin arasında təzyiq fərqi bayaq qeyd etdik. B məntəqəsi 600 metr, A məntəqəsi 150 metr. 600 metrdən 150 metri çıxıb tapırıq 450 metr. Hündürlük fərqi olur 450 metr. Və hündürlük fərqini də çeviririk təzyiq fərqinə. Yenə də 100 metrdə təzyiq 10 mm aşağı düşürsə 450 metr x. Buradan tapırıq 45 mm aşağı düşər. Deməli, daha doğrusu təzyiq fərqimiz olur 45 mm. C və sonuna bərabər olar. Demək, burada doğru cavab C variantında düzgün verilmişdir. Məsələ 148-ə baxaq. Mütləq hündürlüyü 4000 metr olan A məntəqəsində havanın temperaturu -15 dərəcə Selsidir. Kəsmə yüksəklik 500 metr olarsa, B məntəqəsi mütləq hündürlüyünü və oradakı havanın temperaturunu müəyyən edin. Yenə də berg ştrixlərə fikir veririk. Çölə tərəf çəkilmişdir, deməli yüksəklikdir. A və B məntəqəsi arasında 1, 2, 3, 4. 4 dənə kəsmə yüksəkliyi vardır. Və 4 dənə kəsmə yüksəkliyi varsa, kəsmə yüksəkliyimizin hündürlüyü də 500 metrdirsə, deməli hündürlük fərqi 2000 metrdir. A və B məntəqəsi arasında hündürlük fərqi 2000 metrdir. A məntəqəsinin hündürlüyü 4000 metrdir. Əgər 4000 metrdirsə, 4000 metrdən çıxırıq 2000 metri, tapırıq 2000 metri tapmış oluruq. Və burada qeyd etmişəm, 4000 A məntəqəsi 4000 metr hündürlükdə yerləşir. Temperatur -15 dərəcə Selsidir. Və biz temperatur fərqini tapmış oluruq. Temperatur fərqini tapmaq üçün biz nə edirik? Baxın, hündürlük fərqini 2000 metri çeviririk. Temperatur fərqini tapırıq. Yenə də 1000 metrdə 6 dərəcə Selsidirsə, 2000 metr x. 12 dərəcə Selsi bizim olur temperatur fərqimiz. Əgər A məntəqəsində temperatur -15 dərəcə Selsidirsə, temperatur fərqi də 12 dərəcə Selsidirsə, deməli, digər məntəqəmizdə temperatur -3 dərəcə Selsi olar.
B məntəqəsinin hündürlüyü oldu 2000 metr. Demək, temperatur isə -3 dərəcə Selsi olar. Məsələ 156-ya baxaq. Kəsmə yüksəkliyi 200 metr olan sxemdə A və B məntəqələri arasındakı temperatur fərqini hesablayın. Kəsmə yüksəkliyi 200 metrdirsə və A və B məntəqələri arasında 2 dənə kəsmə yüksəkliyi varsa, deməli, biz onları 200-ü vururuq 2-yə, tapırıq 400 metr. Deməli, A və B məntəqəsi arasında hündürlük fərqi 400 metrdir. Əgər 400 metrdirsə, bizdən temperatur fərqini soruşur. Biz hündürlük fərqini temperatur fərqinə çeviririk. Bayaqki qaydada, əgər temperatur hər 100 metrdə 0,6 dərəcə Selsi aşağı düşürsə, 400 metr x. Buradan tapırıq 2,4 dərəcə Selsi. Deməli, temperatur fərqimiz oldu 2,4 dərəcə Selsi. Məsələ 159-a baxaq. Ətəyi okean səviyyəsində yerləşən dağın 2660 metr yüksəklikdə atmosfer təzyiqini müəyyən edin. 2660 metr deyirsə və okean səviyyəsini deyirsə, 2660 metrdən 0 metrə çıxıb tapırıq hündürlük fərqini. Hündürlük fərqi olur 2660 metr və onu da çeviririk təzyiq fərqinə. 1000 metrdə 100 mm təzyiq aşağı düşürsə, 2660 metr x. Buradan tapırıq təzyiq fərqi olur 266 mm civə sütununa bərabər olur. Lakin bizə deyir ki, okean səviyyəsində, ətəyi okean səviyyəsində yerləşir. Okean səviyyəsində də biz qəbul etmişik. Deməli, burada qeyd olunur. Okean səviyyəsində okean səthi üzərində, yəni 0 metr üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi hesab olunur. Yəni, əsas götürülür. Normal atmosfer təzyiqi 45 dərəcəlik paraleldə 0 dərəcə Selsi temperaturda havanın 1 kvadrat deməli, santimetr səthə göstərdiyi təzyiq 760 mm civə sütunu olaraq qəbul olunmuşdur. Və bunu biz nəzərə alaraq 760 mm-dən çıxırıq 266 mm, yəni civə sütununu tapırıq təzyiqi. Təzyiq olur 494 mm civə sütununa bərabər olmuş olur. Yəni, demək, 2660 metr hündürlükdə atmosfer təzyiqi 494 mm civə sütununa bərabər olmuş olar. Məsələ 160-a baxaq. 160-da qeyd edir ki, dağın yamacında 1500 metr yüksəklikdə. Yenə də həmişə təsviri yaradaq, demək, beynimizdə canlandıraq təsviri. Dağın yamacında 1500 metr yüksəklikdə havanın temperaturu 9 dərəcə Selsidir. Yəni, 1500 metrdə temperatur 9 dərəcə Selsidir. Təzyiq, fikir verək, 4000 metr hündürlükdə havanın temperaturunu, atmosfer təzyiqini, qar xəttinin, qar xəttinin hündürlüyünü hesablayın. Əgər 4000 metr hündürlükdə deyirsə, biz 4000 metrlə 1500 metr arasında hündürlük fərqini tapırıq. Hündürlük fərqi olur 2500 metr. Hündürlük fərqindən biz temperatur fərqini tapırıq. 15 dərəcə Selzini tapırıq. Əgər 1500 metr hündürlükdə temperatur 9 dərəcə Selzidirsə və temperatur fərqi də 15 dərəcə Selzidirsə, deməli, digər məntəqədə temperatur -6 dərəcə Selsi olar. Deməli, 4000 metr hündürlükdə temperaturu tapdıq, -6 dərəcə Selsi. Atmosfer təzyiqini tapmaq istəyiriksə, yenə də deməli 2500 metri çeviririk təzyiq fərqini tapırıq, yəni hündürlük fərqindən təzyiq fərqini tapırıq. Hər 1000 metrdə təzyiq 100 mm aşağı düşürsə 2500 metr x.
Buradan tapırıq 250 mm. Və qeyd edir ki, təzyiq fərqini istəyir bizdən. 760 mm civə sütunundan demək, ilk öncə biz 1500 metrdə demək 1500 metrdə yerləşən məntəqədə hündürlük təzyiqi tapmaq istəyiriksə, əvvəlcə bunu tapaq. Okean səviyyəsini deyirsə, 1500 metrlə okean səviyyəsi 0 metrdə yerləşir. Hündürlük fərqi demək 1500 metr olar. Bu olur bizim hündürlük fərqimiz. Yəni 1500 metr hündürlükdə yerləşən məntəqə ilə okean səviyyəsi arasında hündürlük fərqi 1500 metrdir. 1500 metrdirsə təzyiq fərqini tapaq. Təzyiq fərqini buradan tapırıq 150 mm-dir. Və okean səviyyəsində təzyiq 160 mm civə sütununa bərabərdirsə, çıxırıq təzyiq fərqini, tapırıq 610 mm civə sütunu tapmış olaraq. 1500 metr hündürlükdə təzyiq olur 610 mm civə sütununa bərabər olmuş olur. Əgər 1500 metr hündürlükdə təzyiq 610 mm civə sütununa bərabərdirsə və bayaq ki tapdıq demək 4000 metr hündürlükdə yerləşən məntəqə ilə 1500 metr hündürlükdə yerləşən məntəqə arasında təzyiq fərqi 250 mm civə sütununa bərabərdirsə, deməli biz nə edirik? 610 mm civə sütunundan çıxırıq 250-ni. Çünki dağın ətəyindən zirvəsinə doğru qalxdıqca təzyiq aşağı düşür. Ona görə də çıxmalıyıq. Tapırıq 360 mm civə sütununu tapmış oluruq. Deməli 4000 metr hündürlükdə təzyiq olar 360 mm civə sütununa bərabər olmuş olar. Sonra qeyd edir ki, qar xəttinin hündürlüyünü hesablayın. Biz bilirik ki, qar xətti artıq fikir versək, əgər deməli 1500 metr hündürlükdə temperatur 9 dərəcə Selsidirsə, 4000 metrdə -6 dərəcə Selsidirsə və qar xətti 0 dərəcə Selsidən başlayırsa, çünki 0 dərəcə Selsidən artıq temperatur aşağı düşürsə, deməli donur, buz qatına çevrilir və ona görə də 0 dərəcə Selsi ilə 9 dərəcə Selsi arasında temperatur fərqi 9 dərəcə Selsi olduğu üçün və 1000 metrdə temperatur 6 dərəcə Selsi aşağı düşür, 9 dərəcə Selsidə 1500 metrdə 9 dərəcə Selsi aşağı düşər. Yəni ki, biz tapırıq hündürlük fərqini. Hündürlük fərqi 1500 metrdirsə, 1500 metrin üzərinə bir də 1500 gəlib, qar xəttinin keçdiyi hündürlüyü tapmış oluruq. Yəni 0 dərəcə Selsi olan ərazidə qar xətti qeydə alınır. Deməli bu olur 3000 metr. Yəni 3000 metr hündürlükdə qar xətti başlayır. Yəni qar xəttinin hündürlüyü hesablanır. Burada doğru cavab deməli 360 mm civə sütunu, -6 dərəcə Selsi və 3000 metr. Doğru cavab C variantında düzgün verilmişdir. Bu cür qeyd edim, yəni burada hündürlük fərqinə görə fikir versək, dəniz səviyyəsi 0 metr, 0 metr hündürlük, 1500 metrlik hündürlük, burada təzyiq 610 mm-dirsə, 4000 metr hündürlükdə 360 mm civə sütununa bərabər olar təzyiq, temperatur -6 dərəcə Selsidir. Hündürlük demək qar xəttinin hündürlüyü isə 3000 metr olar.